Herkese salam, xoş gördük hər birinizi. Bugün sizinlə qışda yayı xatırladan, həm çayla çox gözəl gedən, həm də uşaqların böyük həvəslə yediyi ləzzətli bir şirniyyat hazırlayacağıq. Qarpız qabığından konfetlər. Yayda adətən atdığımız qarpız qabıqlarını bugün möhtəşəm bir təama çeviririk. İlk olaraq qarpızın yaşıl sərt qabığını nazik şəkildə soyuruq. Qabığın üzərində çox az miqdarda qırmızı hissə saxlamaq konfetlərimizi həm rəngarəng edəcək, həm də dadına xüsusi dad qatacaq. Qarpız qabıqlarını soyduqdan sonra fiqurlu bıçaqla kəsirik. Fiqurlu bıçaq konfetlərimizə xüsusi estetik görünüş verəcək. Yuma mərhələsi ən vacib mərhələlərdəndir. Qarpız qabıqlarımız əzilməməsi və xırç-xırt alınması üçün soda məhlulu hazırlayırıq. Sodanı suya əlavə edirik. Hazırladığımız qarpız qabıqlarını bu sodalı suda 3-4 saat, imkan varsa gecədən saxlayırıq. Vaxt tamam olduqdan sonra qarpız qabıqlarını yaxşıca yumaq lazımdır. Əgər yaxşı yumasan, qarpız qabıqlarımız, yəni konfetlərimiz acı olacaq. Bu mərhələyə mütləq şəkildə diqqət edin. Yuyulmuş qarpız qabıqlarını aş üzərinə yığıb tam süzülməsini gözləyirik. Daha sonra üzərinə su əlavə edib qaynamağa qoyuruq. Qaynadılmış qarpız qabıqlarını bir buğum qaynadıqdan sonra süzürük. Bu suyu biz atırıq. Orta dərəcəli odda qaynamağı şərtdir. Qabıqları aş üzərinə tökdükdən sonra yenidən həmin qaba əlavə edib üzərinə şəkər tozu əlavə edirik. Daha sonra üzərinə 2 litr qarpız qabığına 4 litr yarım və yaxud 5 litr su əlavə edirəm. Qarpızların bişmə prosesi qarpız qabıqlarının kəhraba rəngi ilə və şərbətinin tamamilə qatılaşıb yox olma dərəcəsinə gəldikdə bizim konfetlərimiz hazır olur. Hazır olmuş konfetlərimizi istəyə görə mərhələdə şərbətə biraz limon duzu, darçın və ya vanil əlavə edə bilərsiniz. Konfetlərimizi şəkərli suda orta atəşdə təxminən 30-40 dəqiqə müddətində qaynatdıqdan sonra ocağın üzərindən götürüb tam soymasını gözləyirik. Tam soyuyan qarpızlarımızı yenidən ocağın üzərinə əlavə edirik. Şirəmiz tam çəkilənə qədər bişiririk. Tam çəkildikdən sonra konfetlər sinəyə əlavə edirik. Bir-birindən aralı olsun. Bu onların bərabər şəkildə qurumasına kömək edəcək. Sobada quruduqdan sonra qapısını bir qədər aralı saxlayırıq ki, mən gördünüz orada bir dəsmal qoydum ki, sobanın içərisinə hava getsin. Sobadan çıxartdığımız konfetlərimiz tam hazırdır. Rəngi və dadı ilə göz oxşayan çox ləzzətli konfetləri siz də sınayın.